Kopya pişiğe oxşayır, amma pişik deyil bu. Deyəsən. Yox, qamışlıq bir şeydir. Hələ orada da var. Yerləri daşın içində. Qamışlıq bir şeydir. Qamışlıq bir şeydir, gərək bir şeylərdən daha böyükdür. Fəal və çevik yırtıcıdır. Saatdə 32 kilometrə qədər sürətlə qaçır, həmçinin hoppanır, dırmaşır və yaxşı üzə bilir. Serval. Pişiklər içərisində ən uzun ayaqlara sahibdirlər. Uzun ayaqları sayəsində quşları havada tutmaq üçün 3 metr yüksəkliyə qədər tullana bilirlər. Həmçinin yemək tapmaq üçün edən böyük qulaqları var. Hücum etməzdən əvvəl çəmənlər arasında ovlarının hərəkətlərini dinləyirlər. Afrikanın savanna və çəmənlikləri arasında. Koati. Koati yanıqlar ailəsinin nümayəndələrindəndir. Ağaca mükəmməl dırmaşmağı bacarır və ayaq biləyindəki oynaqlarını çevirərək sürətlə istiqamətini dəyişdirib başı aşağı ağacdan enə bilir. Adətən yeriyərkən quyruğunu dik tutur, ancaq ağacların yüksək budaqlarında hərəkət edərkən tarazlığını qorumaq üçün quyruğunun mövqeyini dəyişir. Cənubi Amerikanın tropik bölgələrində yaşayır.